Avqust ayında ən əsas planlarımdan biri hal-hazırda mənim qurulmaqda olan saytımın işlənməsidir. Artıq saytımız hazırdır. Online mühasibənin öz saytı olacaq, web saytı olacaq və artıq bütün təlimlərim yenidən çəkilmiş bir formatda həmin saytda yerləşdiriləcək. Və artıq istənilən şəxs çox münasib qiymətə vergi çoxu, maliyyə uçuru təlimlərini əldə edə biləcək. Burada sadəcə abunə haqqı ödəyəcək aylıq olaraq və istədiyi qədər o video dərsliklərə baxa biləcək. Bu çox möhtəşəm bir şeydir. Uzun müddətdə bunu düşünürəm. Sadəcə saytım da çoxdan hazırdasında. Sadəcə vaxtım yoxdur ki, oturum, o videoları çəkim. Amma artıq mənim ən başlıca məqsədim avqust ayında saytımı təhvil vermək. Növbəti planlarımdan biri də ki, daha çox üstünlüyü webinarlara vermək və bu webinarları ayda bir dəfə, 2 dəfə keçirmək fikrim var. Amma təbii ki də mövzuları mənə çox maraqlıdır. Sizi hansı mövzular maraqlandırır? Daha çox bilirəm ki, ən problemli mövzu ədəbiyyat və mənfəətdir ki, mən 1 il yoxsa 2 il bundan qabaq keçirmişdim o webinarları. Çox böyük kütlə yazılmışdı, çox böyük marağa səbəb olmuşdu. Düşünürəm ki, amma o zaman köhnə sistemlə idi, bu il yeni sistemlə onu keçirməsini planlayıram. Və əlbəttə ki, tələb təklif nədirsə maraqlıdır. Sizin fikirləriniz önəmlidir, maraqlıdır. Düşünürəm ki, siz də mənə sizə nə maraqlı olduğunuzu yazsanız, onunla bağlı da webinarlar keçirəcəm. Qayısı durumunda verib, özüm gəlmişim səhər yeməyindən. Gözünün nurundayım, amma çox da acam. Hər şey yaxşıdır, bir dənə bu paketli çayları heç sevmirəm. Bizim dəmlənmiş çayımız olmadısa, onu hələ daha tadına baxacam bunu. Belə böyükdür kursası. Soğuşluğu. Kim ki sosial şəbəkə üzərindən çalışırsa, bu kitab çox qəşəngdir, çox qəşəng ideyalar verir. Bayağı da okumuşam, amma çox maraqlıdır, tövsiyə edirəm.